Bunun əlində birinci, əlində yumurra. Yumuryandan sonra biraz un vur. Başda yaymağa. Çalış hamısı eyni boyda olsun. Bir yekə biri balaca olmasın. Un vur biraz. Necə? Əlbəttə, restoranda qramla gedir. İndi burada özümüz idi, 5 nəfər adamıq. Hətta qozdan biraz balaca, fındıqdan biraz yekə. Bu boyda. 15 qram. 10 qram. Taxlap tərəziyə baxaq görə neçə qramdır. Baxım qalınlığına. Yox, qalındır, gör nə qalındır. 15 qram. Baxım. Bunun yayanda da hamısını çalışıb eyni boyda yaymaq var. 15 qramdan olsa hamısı eyni boyda yayılacaq. Çünki eyni boyda olmasa biri yekə olacaq, biri balaca olacaq. Yox, indi bunu gözə yarı eləyək də. Burada özümüzü əsas mətbəxdə hamısı eyni qram olmalıdır. İçli belə eyni qram getməlidir. Nəsə demək istəyirsən? Ürəkli ol, denən. Denən olsa kameraya düşmürsən. Gəl bura birində sən elə. Gəl bura. Dayandırsın. Gəl. Gəl sən bura, o bir dənəsini yaysın, özü eləsin. Gəl bura, keç bir tərəfə biraz. Yaysın bir dənəsini eləsin. Axıncın bağlama. Axıncı var, görsən düz gəlir beləsinə. Axıncı. Altın yandır, gör qızırsa gedir, qızmırsa götürmür. Buranı bağlama. Buranı düz elə. Buranı beləsə düz eləsən. Yox, birinci dəfə üçün əladır, superdir. Amma nəyə görə belə gəldi? Çünki sən bu əlindən beləsən. Bunu tutdun, buradan belə rahat elədin də. Sən qulağı belə qaşıyırsan. Başa Amma birinci dəfə üçün əladır, super. Qəşəng. Baxaq nazikliyinə. Məncə yaxşıdır nazikliyi. İndi bir dənəsini içdiyi qoy, bük. Gecdir, canlı yayımdasan. Bütün reskuya sənə baxar. O ət çox da qoyur. Neyəsən sən? Aclıqdır deyəsən, hə? Xəmir böyük idi. Xəmir yekə açmısan da, çox böyük açmır. Əlaçı, Qəşəng. Həyəcanlanma. Yekədir, bu yekədir. Bu boyda, buna bax, bu boyda. Bu yekədir. Baxım. Yapanlardan qorxmağın yoxdur? Əla, super. Çox qəşəng, əla. Yəni birinci dəfə üçün professional. Super.